Salam dəyərli izləyicilər. DİM-in ikinci qruplar üçün sınaq kitabçasından növbəti 17-ci sınağın testlərinin izahını sizə təqdim edəcəm. Qeyd edim ki, bu sınaqları izahını bəyənirsinizsə, şərh yazıb, paylaşıb və abunə deyilsinizsə, abunə olaraq mənə dəstək ola bilərsiniz. Mən də bu sayədə həvəslənərək daha çox videolar çəkib paylaşa bilərəm. Başlayaq birinci sualdan. Xəritədə rəqəmlərlə göstərilmiş dövlətlərin qədim dövr tarixinə aid uyğunluğu müəyyən edin. Rəqəmlərlə göstərilmiş ərazi 1 Çindir, 2 Hindistandır. Makedoniya hökmdarı İskəndərin hücumuna məruz qalmışdı Hindistan. Sin sülaləsi tərəfindən bütün ölkə vahid dövlətdə birləşdirildi. Bu Çinə aiddir, Sin Şuxandi tərəfindən. Hunların hücumlarının qarşısını almaq üçün böyük sədd inşa etmişdi. Bu da Sin sülaləsinə aiddir Çində. Müasir onluq say sistemi burada yaranmışdı. Onluq say sistemi Hindistanda yox, orada sıfır rəqəm yaranmışdı. Misirdə, Şumerlərdə mövcud olmuşdu. Getmir heç birinə, Çinə də aid deyil. Şahmat oyunun vətəni sayılır Hindistan. 1'ə BS, 2'ə AY. 1'ə BS, 2'ə AY cavab olacaq. B bəndi. Atabəylər Eldənizlər dövlətinin hərbi yardımı ilə hakimiyyətdə möhkəmlənmiş Şirvanşah 1-ci Axistan. Azərbaycan Şimal, onu da qeyd edək, 1160-cı ildə 3-cü Mənüçöhr, Şirvanşah 3-cü Mənüçöhr öləndən sonra hakimiyyətə 1-ci Axistan gəlir. Onun hakimiyyətə gəlməsinə kömək etmişdi Şəmsəddin Eldəniz. Eldənizlərin köməyi ilə gəlmişdi hakimiyyətə. Belə ki, həmin vaxtı onun deməli 3-cü Mənüçöhrün arvadı Tamar, Gürcü nəslindən olan Tamar öz oğlunu taxta çıxardaraq Şirvanşahları Gürcüstana birləşdirməyə çalışırdı Gürcü çarlığından. Lakin Eldəniz buna imkan vermir və Axsitanı, 1-ci Axsitanı, yəni 3-cü Mənüçöhrün digər övladını taxta çıxardaraq bunun qarşısını almışdı. 1-ci Axsitan da taxta çıxandan sonra 1160-1196-ya qədər 36 il hakimiyyətdə olur. Azərbaycan şimal sərhədlərində sabitliyi bərpa elədi. Bəli, tikinti işləri apardı, şimal sərhədləri müdafiəsini gücləndirdi. İraq Səlcuq Sultanlığı və Gürcüstan dövlətləri ilə dostluğu davam etdirdi, doğrudur. Dövlətin, onu qeyd edək ki, 3-cü Mənüçöhr Səlcuqlarla dostluğu, ittifaqı pozmuşdu. Onlardan asılılığından çıxaraq xəracı dayandırmışdı. Dövlətin Gürcüstana birləşdirilməsinin qarşısını uğurla aldı. Bu da doğrudur. İraq Səlcuq Sultanı Mahmuda qarşı Qıpçaqlarla ittifaq qurdu. Aid deyil. Səlcuqlara illik baz verməkdən imtina etdi. 3-cü Mənüçöhrə aiddir, qeyd etdik. 1, 2, 3 cavab Y bəndi olacaq. Növbəti 3-cü suala baxaq. 5-ci əsrin sonunda Albaniyada dini birliyə nail olmağa çalışırdı. Fəaliyyəti ilə ölkədə feodal münasibətlərin inkişafına yardım göstərdi. Bunu Aguyen Kilsə Məclisini yəqin ki xatırlayırsınız. Aguyen Kilsə Məclisidir. 488-ci ildə bunu da çağıran kim olmuşdu? 3-cü Mömin Vaçaqan. Bu da bunların bu Kilsə Məclisinin də qəbul edilmiş qərarlara aid götürə bilərik. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Şəddadilər dövləti, Rəvvadilər dövləti. Qeyd edək Şəddadilər dövləti hakimiyyət illəri 971 1088, Rəvvadilər dövləti 981 1065. Səlcuqlar hər ikisində də son qoymuşdu. Ərazisində Oğuz türklərinin məskunlaşması 11-ci əsrdə məskunlaşıblar. İkisinə də aiddir. Səlcuqlar tərəfindən süquta uğradılması hər ikisinə aiddir. Dedik. 1065-də Alparslan Rəvvadilərə son qoyur. Sultan Məlikşah isə Şəddadilərə son qoymuşdu. Paytaxtın Təbriz şəhəri olması təkcə Rəvvadilərə aiddir. Ticarət və hərbi məqsədlə Araz çayının üzərində Xudafərin körpüsünün inşa edilməsi Fəzl bin Məhəmmədin hakimiyyəti dövründə Şəddadilərə aiddir. 1027-ci ildə
Azərbaycanın qərb torpaqlarını işğal etməyə çalışan erməni və gürcü feodallarına qarşı Səlcuq sultanı ilə sazişin imzalanması 1054-cü ildə Əbləsvar Şavur, 1048-ci ildə də Şəddadilər Səlcuqlarla ittifaqa girmişdilər, müqavilə bağlamışdılar. Bu da Şəddadilərə aid olacaq. 1-ə D, Y, S, A, B. Cavab B bəndi. Xəritə verir. Xəritədə rəqəmlərlə verilmiş Azərbaycan şəhərlərinə aid uyğunluğu müəyyən edin. Bu şəhərlər hansı şəhərlərdir? 1. Bərdədir. Kürə yaxın yerləşir. 2. Gəncədir. 3 də Dərbənd ərazisi olacaq. Bərdə, Gəncə, Dərbənd ardıcılığı yadımızda saxlayaq. Bu uyğunluğu tapaq. Bərdə, Gəncə, bir də Dərbənd. Slavyanların qarətçi yürüşündən sonra əvvəlki qüdrətini bərpa edə bilməmişdi. 944-cü ildə deməli belə yazaq. 1, 2, 3 Bərdə, Gəncə və Dərbənd. 944-cü ildə Bərdə şəhəri qarətçi yürüşə məruz qalır və bir daha özünə gələ bilmir. A olacaq Bərdəyə. Xilafət dövründə ərəblərin şimal ilə tranzit ticarətinin mərkəzi idi. Bu Gəncə, daha doğrusu Bərdə şəhəri olacaq bu da. Şimal tranzit ticarəti. Çünki həm də əmirliyin mərkəzi olubdu bu. Ona görə B də gedəcək Bərdəyə. Məşhur qapıların bir tayı qənimət kimi Gürcüstana aparılmışdı. Söhbət Gəncə qapılarından gedir ki, 1139-cu ildə zəlzələ nəticəsində dağılmışdı şəhər və Gürcü çarı Demetri də gəlib aparmışdı qənimət kimi. Ərəblərin işğalından sonra Babül-Əbvab adlanırdı. Dərbənd olacaq. Dərbənd qapılar qapısı Babül-Əbvab. Alanların yürüşündən müdafiə olunmaq məqsədi ilə ətrafına xəndək qazıb qala divarı çəkdirilmişdi. Söhbət Gəncə şəhərindən gedir. Gəncə şəhərinin möhkəmləndirilməsindən gedir. 1063-də qala divarı da, qala qapıları da tikilmişdi. Deməli bu da olacaq. Y də olacaq 2-yə. A, B, S, Y, D. Cavab A bəndi. 10, 11 və 15-ci əsrlərdə Şirvanşahlar dövlətinin siyasi həyatında baş vermiş oxşar hadisə. Hakimiyyətə yeni sülalənin gəlməsi. Götürə bilərik 918-də gəlibdi. 11-ci əsrdə 1192-də paytaxt dəyişir. Yeni sülalə deyir. 918. Digər sülalə 1027-də Kəsranilər olubdu. 15-ci əsrdə isə artıq yeni sülalə gəlməyib. 3 dənə sülalə olubdu. Məzyədlər, Kəsranilər, Dərbəndilər. 15-ci əsrdə isə yeni sülalə 1382-də gəlibdi Dərbəndilər. Hakimiyyətə yeni sülalənin gəlməsini götürməyəcək. Çünki bu sülalələri qeyd edək illərini 861, sonra 1027, bir də 1382. 9, 11, 14-cü əsrlərdir bunlar. Deməli bu aid deyil. Türk dövlətlərindən asılı vəziyyətə düşməsi. 9-cu əsr, 10-cu əsrdə deyə bilərik Saci Salari, bəli, olubdu. 11-ci əsrdə deyə bilərik Səlcuq türklərindən asılı vəziyyətə düşübdür. 15-ci əsr 1412-ci ildə qeyd edə bilərik ki, Qaraqoyunlu dövlətindən asılı vəziyyətə düşübdür. Doğru cavab burada B olacaq. Digər variantları izah edeyim. Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə aparması. 15-ci əsrdə bu 1406-cı ildə Şirvanşah İbrahimin vaxtında bir dəfə birləşdirilibdi. O da qısa sürmüşdü, 2 ay. Təkcə bir əsrə aiddir. İqtisadi tənəzzül 15-ci əsr, bir də 14-cü əsrdə Kavus da tutmağa çalışıbdı. Onu da qeyd edə bilərik, amma uyğun gəlmir burada. İqtisadi tənəzzülün baş verməsi. İqtisadi tənəzzülün baş verməsi bu illərdə qeyd edilməyib, bu əsrlərdə qeyd edilməyibdir. Şirvanşahlar dövlətin iqtisadiyyatı ilə bağlı ümumiyyətlə kitabda çox da geniş məlumat verilməyibdir. Feodal hərc mərcliyinin qarşısının alınması. 16-cı əsrdə onlarda olub feodal hərc mərcliyi. Ümumən digər dövr 10-cu əsrdə və yaxud 11-ci əsrdə biraz
asılılıq dövrü olubdu, amma feodal hərc-mərcliyi ilə bağlı yenə də kitabda bu haqda geniş məlumatlar verilməyib, yəni məlumat yoxdur bu haqda. Doğru cavab B bəndini götürəcəyik. Sxemi tamamlayın. Ümumiyyətlə Şirvanşahlar dövləti Azərbaycan tarixində keçir və Azərbaycanda feodal hərc-mərcliyi daha çox 9-10-cu əsrləri biz götürürük. Bunu yadınızda saxlayın. Feodal dağınıqlığı dövrü, yəni təkcə Şirvanşahlar yox, bütün Azərbaycan torpaqlarında bu belə qeydə alınıbdır. Elxani hökmdarı 13-cü əsrin sonunda mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün islahatlar həyata keçirdi. Söhbət 1295-də taxta çıxan Qazan xandan gedir. Qazan xan. Bundan biz tapa bilirik ki, söhbət kimdən gedir? 13-cü əsrin sonunda mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün islahatlar. Elxani hökmdarı, o da Qazan xan olur. 1295-dən 1304-cü ilə qədər hakimiyyətdə olmuşdu. Vergilərin toplanmasını vilayət hakimlərinə tapşırmışdı. Xeyr, mərkəzi divana tapşırmışdı. Yerli feodalları arxalanırdı. Bəli, İslam dinini qəbul edərək yerli feodallara arxalanmağa başlayır. Kəndləri yaşayış yerlərinə təhkim etmişdi. Bu 1303-cü ildə olur bu hadisə. İslahatlarının keçirilməsində, yəni islahatların keçirilməsində baş vəzir Nəsrəddin Tusinin böyük rolu olmuşdu. Nəsrəddin Tusi yox, Fəzullah Rəşidəddin olmalı idi. Bu da səhvdir. 2-3 cavab B bəndi. Uyğunluq gözlənilmişdir. Teymurilərin Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoymuşdur. Alaşkert döyüşün nəticəsində. Alaşkert döyüşü nəticəsində Qaraqoyunlular Teymurilərə məğlub olub. 1421 İskəndər məğlub olmuşdur. Burada səhvdir. Şirvanşahlar Qaraqoyunlu dövlətindən asılığı. Bu hadisə Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyulubdur. Bu hadisə olmalı idi 1410-cu ildə. Təbriz yaxınlığında Əsəd döyüşü olmalı idi. Şirvanşahlar Qaraqoyunlu dövlətindən asılığı qəbul etdi. Cahanşahın hakimiyyəti dövründə xeyr, bu Qara Yusifdir. 1412 olmalı idi. Qara Yusif səhvdir. Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə birləşdirildi. Uzun Həsənin 6-cı Bağratla bağladığı sülhə görə bu doğru olacaq. 1477-ci ildə cavab C olacaq. Sara Xatun və 2-ci Mehmet Venesiya üzərinə yürüşün qarşısını almaq üçün görüşdü. Yəni Venesiya ilə bağlı məsələ deyildi. Sara Xatun qarşısında 2 məsələ var idi. Bir Ağqoyunlu ilə Osmanlıların toqquşmasının qarşısını almaq, digər isə Trabzon işğalının qarşısını almaq idi. Ağqoyunlu dövlətində 20-yə yaxın vergini ləğv etmişdi. Sultan Baysunqur yox, Gödək Əhməd olmalı idi. Bu da beləcə səhv olur. Cavab burada C bəndi olacaq. 9-cu suala baxırıq. Uyğunluğu müəyyən edin. Azərbaycan 15-ci əsrdə. Daxili siyasət, xarici siyasət. 15-ci əsrdə biz Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini qeyd edə bilərik. Ağqoyunlu dövlətlərini qeyd edək. Daxili siyasət. Azərbaycanın Teymurilərin tam nəzarəti altına düşməsi. 15-ci əsrdə Azərbaycan Teymurilərin yox, 14-cü əsrdə tam nəzarəti altına düşmüşdü. 1400-cü ildə 1400-də Əlincə qalasının tutulmasıdır. Bu da 14-cü əsrə düşür. Götürənmərik 15-ci əsrə. Feodal, həm də ki bu xarici siyasətə daha çox yaxın gəlir. Feodal pərakəndəliyinin hökm sürməsi 15-ci əsrdə Ağqoyunlu, Qaraqoyunlu dövlətlərində həm 15-ci əsrin əvvəlində, həm 15-ci əsrin sonlarında feodal pərakəndəliyi mövcud olmuşdu. Bu götürülə bilər daxili siyasətdə. Oğuzların Azərbaycanda siyasi hakimiyyətinin tam bərqərar olması. Oğuzlar deyəndə Qaraqoyunlu və Ağqoyunlular, Baharlılar, Bayandurlar nəzərdə tutulur ki, bunlar da 1410-cu ildə Qaraqoyunlular, 1468-də isə Ağqoyunlular hakimiyyəti ələ almışdılar. Ona görə bu da daxili siyasətə götürəcəyik. 1-ə B-si. Xarici siyasət. Teymurilər dövlətinin hücumuna məruz qalması. Bəli, xarici siyasətdir. Teymur demir, Teymurilər dövləti deyir.
hücumlar məruz qalıbdır. 1400 elə 21-ci ili misal götürə bilərik. 1435, 1468-də Əbu Səidin hücumları və s. Avropa dövlətləri ilə diplomatik münasibətlərin qurulması 15-ci əsrdə Uzun Həsənin dövründə xarici Avropa dövlətləri ilə diplomatik əlaqələr qurulmuşdu. Osmanlı dövlətinin Azərbaycanın cənub torpaqlarını ələ keçirmək planının reallaşması. Bu dövrdə Osmanlı dövləti hələ ki Azərbaycan torpaqlarını ələ keçirə bilmir. Səfəvilərin dövründə 16-cı əsrdə artıq ələ keçirə bilmişdilər bəzi torpaqları. Daha doğrusu bəzi yox, hətta böyük bir hissəsini 2-ci Səfəvi Osmanlı müharibəsində 16-cı əsrdə ələ keçirmişdilər. Bu 16-cı əsrə aiddir. 1-ə BS, 2-yə AB cavab D bəndi olacaq. Növbəti 10-cu sual. Qərbi Avropada 14-cü əsr. 14-cü əsri qeyd etmək lazımdır. 100 illik müharibənin başlanması 1337, vəba epidemiyasının yayılması 14-cü əsr gedir. Növbəti müsəlmanların siyasi hakimiyyətinə tamamilə son qoyulması bu 1492-də olubdur. Granada əmirliyinin süqutu 15-ci əsrə düşür. 30 illik müharibənin baş verməsi 16-cı əsrdir. 1618, 48, daha doğrusu 17-ci əsrdir. Xaçlı yürüşlərinin başlanması. Xaçlı yürüşləri başlanıb 11-ci əsrdə 1096, 11-ci əsrdir. Feodal dağınıqlığı dövrünün davam etməsi Qərbi Avropada 9-11-ci əsrlərdir. Feodal dağınıqlığı dövrü da getdi. 4-cü Filipin Papa ilə mübarizədə qalib gəlməsi, hətta bunun üçün də 1302-ci ildə baş ştatları da çağırmışdı. Bu da 14-cü əsrə olacaq doğru cavabdır. Növbəti sual 11. Şah 1. Abbas Osmanlılarla müharibənin daha fəlakətli nəticələr verəcəyini anladığından dövlətin varlığını qorumaq və vaxt qazanmaq üçün sülhə razılaşdı. Mətndə verilənlərin nəticəsində inzibati və hərbi islahat keçirildi. Doğrudur, Şah 1. Abbasın islahatları. Bütün dövlət xərcləri hərbi sahəyə yönəldildi. Belə bir şey olmayıbdı. Uğurlu xarici siyasət yürütdü. Doğrudur, Osmanlıları, Şeybaniləri və Portuqalları məğlub edərək itirilmiş torpaqların geri qaytarılması uğurlu xarici siyasətə aiddir. Müqəddəs birliyə daxil olan dövlətlərlə birlikdə Osmanlıya müharibə elan etdi. Həmin dövrdə heç müqəddəs birlik yaranmamışdı. Bu Şah Süleymanın dövrüdür ki, o da heç müqəddəs birliyə qoşulmamışdı. Qeyd edək ki, müqəddəs birlik 1684-də yaranmışdı. Dövlətin hərbi və iqtisadi qüdrətini bərpa etdi. Bu da doğrudur, islahatları nəticəsində 1-3-5 A bəndi. 12-ci sual. Elxani Qazan xan, Şah 1. Abbas, Qubalı Fətəli xan. 18-ci əsrdə Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə aparıb Qubalı Fətəli xan. Xanlıqlar 18-ci əsrdir, bilirik. Dövlətin möhkəmləndirilməsi istiqamətində islahatlar həyata keçirmişdir. Həm Qazan xan, həm Abbas, həm də Fətəli xan. Üçü də islahatlar həyata keçiribdir. Oturaq feodalları və müsəlman din xadimlərini öz tərəfinə çəkmək üçün yerli əhalinin dinini qəbul etdi. Bu gələn Monqol Elxani xan Qazan xan idi ki, əvvəl bütpərəst olubdu, sonradan İslam dinini qəbul etmişdi. Bu C bəndi ona gedəcək. Ordunu tayfa müxtəlifliyi prinsipi əsasında təşkil etmişdi. Şah 1. Abbasın siyasətindədir. İslahatları dövlətin iqtisadi və siyasi inkişafına şərait yaratdı. Hər üçünə də aiddir. Y 4-ə gedəcək. C, D, A, B, Y. Cavab B bəndi. 13-cü suala baxaq. Azərbaycan 18-ci əsrdə. 18-ci əsrdə birinci yarısında, ikinci yarısında Azərbaycan torpaqlarının Osmanlı və Rusiya arasında bölüşdürülməsi 1724 İstanbul müqaviləsi götürə bilərik. 18-ci əsrin birinci yarısı, düzdür. Nadir Şah imperiyasının süqutu 1747-də öləndən sonra, bu da birinci yarısına düşür. Kartli Kaxetiya Çarlığının İrəvan xanlığına hərbi yürüşü
1765, 60, 69, bir də 79'larda olubdu. Bu ikinci yarısına aid olacaq. Birinci, ikinci Sam Mirzənin başçılığı altında üsyanların baş verməsi 1743, bu birinci yarısıdır. Azərbaycanda feodal pərakəndəliyinin hökm sürməsi, xanlıqlar dövrü feodal pərakəndəliyi kimi də qiymətləndirilir. Doğrudur. Gəncə xanlığının Kartli, Kaxetiya və Qarabağ xanlığı arasında bölüşdürülməsi, bu 1780-ci ildədir, 80-83-cü illərə aiddir. Deməli, bu da ikinci yarısıdır. 1'ə AB, 2'ə BC. Cavab C bəndi. Həsən bəy Rumlu, İskəndər bəy Münşi, Məhəmməd Tahir Vahidin fəaliyyətinə dair ümumi cəhət. Bunları biz tanımalıyıq ki, bu hər üçü də tarixçi olmuşdu və Səfəvilər dövlətinin ayrı-ayrı hökmdarların vaxtında yaşamışdılar və onların tarixini yazmışdılar. Cavab C bəndi götürəcəyik. Həsən bəy Rumlu Şah 1-ci İsmail və Şah 1-ci Təhmasibin dövrünü işıqlandırmışdı. İskəndər bəy Münşi tarixi Aləməraya Abbasi 1-ci Abbasın tarixini yazmışdı. Məhəmməd Tahir Vahid də Şah 2-ci Abbasın tarixçisi olubdu. Şah Süleymanın isə həm də vəziri olmuşdu. Tarixi Vahid əsərini yazmışdı. 15-ci sual. Hadisə nəticə əlaqəsinin doğru göstərildiyi cavabı müəyyən edin. Burada digər variantlara baxırıq. Məsələn, Şah 1-ci Təhmasib, Şah 1-ci Abbas, Şah 2-ci Abbasa poema, qəsidələr, yəni bu poema, qəsidə yox, tarixçi olması burada önəmlidir. Memarlıq getdi, musiqi yazıb burada, fəlsəfə, astronomiya, riyaziyyat aid deyil yəni. Deməli, 15-də nə deyir? Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. 19-cu əsrin sonlarında Cənubi Azərbaycana xarici kapitalın sürətli axını, İran mallarının xarici ölkə bazarlarına ixracının artması, Qacarlar dövlətindən söhbət gedir. Əslində İran yox, Qacarlar yazılsaydı daha doğru olardı. Bu da əksinə bu dövrdə Qacarlar dövləti yarım müstəmləkəyə çevrilirdi və onun xarici ölkə bazarlarına ixracının artması elə də çox yox, daha çox yarım müstəmləkə dövlətlərin öz ərazisində xarici dövlətlərin malları üstünlük təşkil edir və o dövlətdən də xam mal əsasən alınıb hazır məhsul satılırdı. Ona görə də biri götürəməyəcəyik. 1905-ci ilin əvvəllərində daşnaqların Bakıda yaşayan millətlər arasında müsəlmanların vəhşi olduqlarını iddia edən təbliğat aparması, Bakıda və bölgələrdə qırğınların törədilməsi bu 1905-6-cı illərdə 1-ci Rus inqilabı dövründə rusların qızışdırdığı parçala hökmranlıq et siyasətinin bir nəticəsi idi ki, qırğınların törədilməsi. 5-11-ci illər məşrutə inqilabının baş verməsi, Təbrizdə ilk dəfə seçkili əncümənlərin yaradılması, bu da 1906-cı ilə aiddir, doğrudur. Daxili idarəetmə orqanları idi, yerli idarəetmə orqanları idi, seçkili əsasda yaradılmışdı. Məşrutə hərəkatı dövründə. Sonra 1903-cü ildə Bakıda ilk böyük ümumi tətil, sənayeçilərlə fəhlələr arasında Mazut Konstitusiyası imzalanması, bu 1904-cü ildə olubdur, Mazut Konstitusiyası. Ona görə bu da səhv olacaq. Doğru cavab 2-3C bəndi. 20-ci əsrin 90-cı illərindən fərqli olaraq 21-ci əsrdə Azərbaycan Respublikasında dövlət çevrilişinə cəhdlər edildi. Bu, bura aiddir, 90-cı illərə aiddir, 21-ci əsrə yox. Ağıllı kənd və ağıllı şəhərlərin salınmasına dair layihələr hazırlandı. Bu, Qarabağ bölgəsi tam azad edildikdən sonra da 2-ci Qarabağ müharibəsindən sonra 21-ci əsrdə aid olacaq. Hərbi qənimətlər parkı da Vətən müharibəsindən sonra salınıbdır, 21-ci əsrə aiddir. Qaçqın və məcburi köçkün problemi yarandı. Bu, 1-ci Qarabağ müharibəsindən sonra 90-cı illərə aiddir. 2-3 cavab B bəndi olacaq. 17-ci sual.
Papaların məntiqi ardıcılığı soruşur. Qərbi Avropada hakimiyyət uğrunda mübarizəsi, Fələstində müqəddəs torpaqları müsəlmanlardan təmizləmək üçün çağırış edilməsi, xasslı yürüşlərin həyata keçirilməsi, doğrudur 11-ci əsrdə bu proseslərin davamı idi. İndulgensiyalar, cənnət qəbzlərinin satışının dayandırılması. Bu reformasiyanın qalib gəldiyi yerlərə aiddir. Bunun xasslı yürüşləri ilə əlaqəsi yoxdur. Qüds krallığının yaranması doğrudur 1099-da yaradılmışdı. Həyata 96-da başlayır xasslı yürüşlər. Xristian kilsəsində ilk böyük parçalanmanın baş verməsi bu prosesə aidiyyəti yoxdur. Əvvəl olmuşdu 1054-də. Doğru cavab 1 və 3. Y bəndi. Vətən 2-ci Qarabağ müharibəsi gedişində Azərbaycan gedişində soruşur. Nə əvvəli, nə sonrası diqqət etmək lazımdır. Etnik, sosial və dini baxımdan bütövlük nümayiş etdirdi. Doğrudur. Xalq, hakimiyyət, bütün etnik qruplar və sosial qruplar burada bu müharibə zamanı birləşmişdi. Dəstək olurdu ordumuza arxa cəbhədə. Müasir texnikadan minimum yararlanmaqla aypara taktikasına üstünlük verildi. Əksinə müasir texnikadan maksimum dərəcədə istifadə olundu. Bir dənə əgər Şuşa əməliyyatından söhbət gedərsə, orada biz deyə bilərik ki, müasir texnikadan az istifadə edilir. Demək olar ki, istifadə edilmir, yəni çox da. Aypara taktikası bu bir gedişdə olur. Cəhənnəm istiqamətində gedən döyüşlərdə olmuşdu bir dəfə. Yəni bunu götürmürük. Qarabağın dağlıq hissəsindəki qondarma qurumu süquta uğratdı. Bu qondarma Dağlıq Qarabağın qondarma Respublikası süquta uğradıb 2023 antiterror əməliyyatlarının nəticəsində. Yəni bunu götürmürük. Qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq parlaq zəfər qazandı. Bəli, bu döyüşlərdə parlaq zəfər qazanırıq. Qoşulmama hərəkatı təşkilatının prinsipial mövqeyi ilə döyüşləri dayandırmalı oldu. Əksinə, qoşulmama hərəkatı təşkilatı bizə dəstək nümayiş elətdirir. Dəstək dediyimiz, yəni əleyhimizə olan BMT-də əleyhimizə olan qərarların qəbul edilməsinə qarşı çıxır. 1-4 cavab A bəndi. 19-cu suala baxaq. Atropatena Anfraspa şəhərinin Rom ordusu tərəfindən mühasirəyə alındığı ildə söhbət eradan əvvəl 36-cı ildən gedir. Parfiyalılar Romalılar tərəfindən məğlub edildi. Bu 38-dir, eradan əvvəl 38. Mete Tanhu Hunlara başçılıq etməyə başladı. Eradan əvvəl 209-dur. Karra döyüşündə Romalılar məğlub edildi. Eradan əvvəl 53-dür. Yuli Sezar Roma diktatoru elan edildi. Eradan əvvəl 49-dur. Çinlilər Qərbi Hun dövlətini süquta uğratdılar. Bu söhbət Böyük Hun imperiyasının parçalanması nəticəsində yaranmış Qərbi Hun dövlətini nəzərdə tutur ki, Çiçilxanın başçılığı ilə yaradılmışdı. Bu da eradan əvvəl 36-da süquta uğradılır. Doğru cavab elə bu olacaq. Impeachment təhlükəsi qarşısında istefa vermiş ABŞ prezidenti Richard Nixon olubdu 1974-cü ildə. Impeachment o deməkdir ki, Konqres prezidentə etimadsızlıq göstərəcəkdir və bunun nəticəsində də Nixon istefa vermək məcburiyyətində qalmalı idi. Bu prosesə gedilməməsi üçün özü istefa verir. Söhbət 1972-ci il seçkilərində baş vermiş Watergate böhranından gedir ki, həmin oteldə rəqiblərinə qarşı dinləmə cihazlarından istifadə etmişdi Nixon. Vestfaliya sülhünün Avropa üçün əhəmiyyətinə aiddir. Vestfaliya sülhünün Avropa üçün əhəmiyyətinə aid deyil daha doğrusu. Vestfaliya sülhü 1648-də 30 illik müharibənin nəticəsidir. Kilsənin gücünün məhdudlaşdırılması. Bu aiddir. İlk dəfə Papanın imzasına ehtiyac duyulmamışdı. Dini müharibələrə son qoyulması Avropada doğrudur. Avropa üçün soruşur onsuz da. Dünyəviliyin güclənməsi, bəli, dini hakimiyyət zəifləyirsə dünyəvilik güclənir. Dövlətlərin bərabər hüquqlu olması prinsipinin qəbul edilməsi, bu da doğrudur. İlk beynəlxalq təşkilatın yaradılması, bu proses, bu aid deyil. İlk beynəlxalq təşkilat Millətlər Cəmiyyətidir ki, Birinci Dünya müharibəsindən sonra yaradılmışdı. 1919-cu ildə Versal
konfransında, Paris sülh konfransında. Deməli, burada cavab Y bəndi. Növbəti suala baxaq. 22. Xəritə sualıdır. Xəritəni göstərməmişdən əvvəl işarələnib deyə birinci istəyirsiniz, siz özünüz bu şəkildə baxa bilərsiniz. 22-ci əsrin birinci yarısında 17-ci əsrin birinci yarısında baş vermiş hadisələrin xəritədə verilmiş dövlətlərdən hansına aid olduğunu müəyyən edin. Xəritəni göstərmirəm hələ ki, özünüz fikirləşə bilərsiniz. Səfəvilər dövləti ilə müqavilə imzalanmışdı 17-ci əsrdə. İlk dəfə respublika elan olunmuşdu. 17-ci əsrdə Səfəvilərlə müqavilə imzalayıb və respublika olan dövləti bilmək lazımdır. O dövrdə 17-ci əsrdə 1600-cü illərdə Səfəvilər Rusiya ilə müqavilə imzalayıb 1667-də, Osmanlı ilə müqavilə imzalayıbdı 1612, 18, 1639 Qəsrşili müqaviləsi. Onların heç bir respublika olmamışdı həmin dövrdə, monarxiya dövlətləri idi. İngiltərə ilə də müqavilə imzalayıb 1621-ci ildə və bu İngiltərədə həmin əsrdə 1649-cu ildə nəyi gətirib çıxartmışdı? İnqilaba və inqilab nəticəsində kral edam edilir 1-ci Charles və 1649-da İngiltərə Respublika elan edilmişdi. Doğru cavab burada göstərilir. Böyük Britaniya ərazisi 4 göstərilir və düzgün cavab da düzdür. O vaxt Böyük Britaniya getmirdi. İngiltərə ərazisi, İngiltərə deyilirdi. İngiltərə cavab Y bəndi. Növbəti 23-cü suala baxaq. Böyük coğrafi kəşflərin Avropa üçün nəticələrini müəyyən edin. Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi. Onu da qeyd edək ki, böyük coğrafi kəşflər başlayır 1492-ci ildən. Hardasa düzdür. 1492 Amerikanın kəşfi düzdür. Ondan əvvəl də Ümid burnu və s. kəşf edilir 1487-88-ci illərdə səyahətlər nəticəsində. Daha sonra bu səyahətlər genişlənir. Təxmini biləsiz deyə başlanğıc bir il yazdım bura. Böyük coğrafi kəşflərin Avropa üçün nəticələrini müəyyən edin. Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi. 15-ci əsrdə mərkəzləşmiş dövlətlər meydana gəlir, başa çatır. Amma bu coğrafi kəşflərlə əlaqəsi yox idi. Taxıla əsaslanan qida təminatı probleminin aradan qaldırılması. Amerikanın kəşfindən sonra oradan qarğıdalı və kartofun gəlməsi ilə taxıla əsaslanan qida təminatı problemi aradan qalxır. Artıq digər, yəni qarğıdalı və kartof da mühüm rol oynamağa başlayır insanların həyatında. Bunu götürəcəyik. Yeni kəşf olunmuş ərazilər uğrunda güclü rəqabətin yaranması. Bəli, müstəmləkə işğalları və Avropa dövlətləri buna görə də bir-birləri ilə müharibəyə başlayırlar. Misal üçün 1756-63-cü illərdə 7 illik müharibəni misal kimi götürə bilərik. İngiltərə, Fransa arasında. Dini müharibələrin yekunlaşması. Dini müharibələrin yekunlaşması bayaq qeyd etdik 17-ci əsrdə 30 illik müharibəyə aiddir, onun nəticəsinə aiddir. Bunun böyük coğrafi kəşflərlə əlaqəsi yoxdur. Düzdür, bunu cavab kimi götürübdür. Yəqin ki, texniki olaraq səhv gedib məncə. Çünki bu 30 illik müharibənin nəticəsinə aiddir, coğrafi kəşflərin yox. Kəndli üsyanlarının başlanması. Kəndli üsyanları əvvəl də olubdur, sonra da olur. Yəni bunun daha coğrafi kəşflərə aidiyyatı yoxdur. 2-3 olacaq burada doğru cavab. 17-ci yüzilliyin ikinci yarısında Osmanlı dövlətində durğunluğun qarşısını almaq üçün nə baş vermişdi? Bu dövrdə durğunluğun qarşısını almaqdan ötürü köprülü Mehmet Paşanın islahatları olubdur. Bunu qeyd edə bilərik. İndi ona aid olanları seçməliyik. Anadoluda baş vermiş üsyanları yatırıldı, doğrudur. Orduda ciddi nizam-intizam yaradıldı, bu da doğrudur. Qumbaraçılar ocağı təşkil edildi. Bu 18-ci əsrdə 1-ci Mahmuda aiddir. Yeniçəri birlikləri tamamilə ləğv edilməsi isə bu 1826-cı ildə 2-ci Mahmudun dövrünə aid olacaq. Dövlət büdcəsində kəsirlər aradan götürüldü. Bu da Köprülü Mehmet Paşaya aiddir. 1-2-5. Manna hökmdarı İranzunun ölkəsini xarici hücumlardan qorumaq üçün gördüyü tədbirləri müəyyən edin. Baxın, diqqətli olun, xarici hücumlar deyir. Eyni vaxtda iki güclü düşmənə qarşı mübarizədə qüvvələrini səfərbər etməsi
belə bir şey olmur. İki güclü düşmənə qarşı mübarizə aparmaq mümkün deyildi. Ahşer Assuriya ilə yaxınlaşır. Assuriya ilə yaxınlaşır, amma Urartu ilə neynir? Mübarizə aparır yəni. Bundan çarpışır. Assuriya ilə biri ilə ittifaqa girir. Assura illik xərac ödəməklə ölkəni Urartu hücumlarından qorudu, doğrudur. Assur ilə müttəfiqlik münasibətləri qurdu. Bu da doğrudur. Eyni təqribən mənaya gəlir, yaxın mənalara gəlir. Canişinlik sistemi yaratdı. Baxmayaraq ki, canişinlik sistemi yaratmışdı, amma bu xarici hücumlardan qorunmaq məqsədi yox, mərkəzi hakimiyyəti gücləndirmək üçün daxili siyasət kimi bunu götürəcəyik. Xarici siyasətlə əlaqəsi yoxdur. Urartu dövləti dolayısıyla əlaqəsi var, amma birbaşa əlaqəsi yoxdur. Urartu dövləti ilə mehriban qonşuluq münasibətləri heç vaxt olmur. Cavab 2-3. Urartu dövləti ilə mehriban qonşuluq bir dənə Ullusunu taxta çıxarkən məcbur qalıb 22 Manna qalasını Urartu hökmdarına Urartuya vermək məcburiyyətində qalmışdı, amma bu da çox qısa bir dövr ərzində çəkmişdi ki, elə həmin ildə də 2-ci Sarqonun yürüşünə məruz qalmışdı eradan əvvəl 716-cı ildə. Xronoloji ardıcıllıq bu asan döyüşlərdə yazılıbdır. Eradan əvvəl nədir? Asan dedim, çaşdım. Deməli 359-da Amid döyüşü, 371-də Dicrav döyüşü, Magneziya döyüşü isə eradan əvvəl 190-da. Xronoloji ardıcılıqda səhv edən şagirdlər bir zaman oxu çəkib, eranı müəyyənləşdirib, ox üzərində illəri qeyd etsə, misal üçün bura düşsə 190-da Magneziya döyüşü, sonra 359-da Amid döyüşü, 371-də də Dicrav döyüşünü qeyd etməklə xronoloji ardıcıllıq ortaya çıxmış olar. Bura era götürsək, eradan əvvəl bu hissədir, eradan sonra bu hissədir. 190 deməli cavab olacaq 3, 1, 2. 3, 1, 2. Uyğunluğu müəyyən edin. Lullubilər, Kutilər, Turukkilər tabe etdikləri ərazilərdə idarə etmənin yerli məmurlara həvalə edilməsi. Bu Kutilərə aiddir. Şumerləri işğal etmişlər və orada yerli canişinlərdən istifadə edirdilər. Hökmdar Anubaninin hakimiyyəti illərində dövlətin qüvvətlənməsi Lullubilərə aiddir. B. Hammurapinin dövründə Babil ərazisində məskunlaşmaları bu Turukkilərə aiddir. Tanhu adlanan hökmdar tərəfindən idarə edilmələri bu Hunlara aiddir. Mərkəzləşmiş dövlətə malik olmaları xeyr, mərkəzləşmiş dövlət qura bilməmişdilər. Daha çox dövlət qurumları olaraq Lullub və Kutilər keçir. Cavab 1-ə, B, 2-yə, A, 3-ə, C. Növbəti mətn mənbə sualıdır. Mənbəni özünüz dayandırıb oxuya bilərsiniz. Mən əvvəl oxumuşam. Məsələdən agaham. Deməli, Səfəvilər üçün şərtləri çox ağır olan sülhün adını və imzalama tarixini yazın. Söhbət 2-ci Səfəvi Osmanlı müharibəsindən gedir, mərhələsindən gedir. Bu da 1590-cı ildə İstanbul müqaviləsi olmuşdur, imzalanmışdır. Şah 1-ci Abbasın taxta çıxmasından sonra. Növbəti sualda nə soruşur? Səfəvilər dövlətinin mənbədə bəhs edilən ağır vəziyyətinin Azərbaycanda 3-cü Respublika tarixinin hansı dövrü ilə oxşar olduğunu yazın və bir nümunə ilə əsaslanın. 3-cü Respublika deyəndə hal-hazırdakı Respublika nəzərdə tutulur, yəni Azərbaycan Respublikası. Bu dövlət də müstəqilliyini bərpa edibdir 1991-dən hələ də davam edirik. Deməli, 1-ci Respublika dövrü deyəndə AXC, Azərbaycan Xalq Cümhuriyyəti, 2-ci Respublika dövrü deyəndə Azərbaycan SSR 1920-dən 1991-ə qədər. 3-cü Respublikada indiki dövr nəzərdə tutulur, indiki Respublika. Deyir, hansı dövr ilə oxşarlıq təşkil edir? Dövr olaraq 20-ci əsrin 90-cı illəri deyə bilər, 1990-cı illər, 20-ci əsrin 90-cı illərindən söhbət gedə bilər burada. Niyə? Çünki Azərbaycanda həmin dövrdə müharibə aparır, əsaslandırırıq və
qonşu Ermənistan dövləti ilə müharibədə ərazilər itiririk. Ərazi itirilməsini də qeyd edə bilərik. Ermənistanla müharibədə əraziləri itirir. Qarabağ və ətrafı əraziləri itirir. İndi mən geniş yazmadım, qısaca yazdım. Səfəvilər dövlətinin mənbədə bəhs edilən hərbi uğursuzluqlarının daxili səbəblərindən ikisini yazın. Daxili çəkişmələri qeyd edə bilərik. Daxili çəkişmələr. Mərkəzi hakimiyyətin zəifləməsi götürülə bilər. Mərkəzi hakimiyyətin zəifləməsi. Bundan əlavə xəzinənin boşalması qeyd edilə bilər. Xəzinə boşalır və s. Bu qədər əziz izləyicilər. Videolar, izahlar xoşunuza gəlirsə rəy yaza bilərsiniz, bəyənə bilərsiniz, paylaşa bilərsiniz. Abunə deyilsinizsə bir zəhmət abunə ola bilərsiniz. Çətin deyil abunə olmaq mənə elə gəlir. Sağ olun, növbəti izahlarda görüşərik.